Can. Ürəyim, mənim əzizlərim, mənim canlarım, nə yaxşı ki varsınız. Nə gözəl Var olun. çiçəklər. Mən sizə bir söz deyim. Səni axtarıram telemekanda bir hadisədir. Və mən heç vaxt sizə deməmişəm könlünüzü naxoş eləməmək üçün. Birinci gündən, hətta sınaq çəkilişlərindən belə üzdən İraqların sizə paxıllığı olubdur. Hər cür sizə mane olmaq istəyənlər olubdur. Və hətta bəzi hadisələr olanda mən Azərbaycanda deyildim, eşidəndə heç mən təəccüblənmədim. Çünki onlar elə sizin adınızı eşidəndə artıq sizdən qorxub çəkinmişdilər. Nə vaxtsa istəyərsinizsə, açıq da danışaram, detallı şəkildə. Amma siz heç vaxt özünüz... Boş verin. Həyatda hər şey Allahın əlindədir. Əgər Allah istəməsəydi, bugün bu proyekt olmazdı. Ona görə bütün qəlbimlə deyirəm ki, əlhəmdülillah, şükürlər olsun Rəbbimə, ya Rəbbim. Sənin varlığına inanmayanlar nə deyim, mən bilmirəm. Təşəkkür edirəm Zülfiyə sənə də. Məncə onu demək istəyirəm ki, məndən neçə yaş kiçiksən bioloji olaraq. Amma mən səni həmişə özümə böyük bilmişəm. Həmişə səndən ibrət götürmüşəm. Necə deyim, idealım olmusan. Nə qədər məndən yaşca balaca olsan da, mən səni özümə ideal bilmişəm. Və mən fəxr edirəm ki, mən buradayam. Mənim illərlə belə həsrətlə baxdığım bir layihədir və mən buradayam. Buna görə çox sağ ol Zülfiyə. Və anam bilirsə ki, necə burada salamlayıram. Dualar eləyir. Dualarında varam. Allah o cür analarımızı saxlasın, daim onların nəfəsi bizim üzərimizdə olsun. Sən axtarıramın, bəli, sən axtarıramın ilk başlandığı gün mənimlə olan Elmir Əkbər buradadır. Elmir, çox sağ ol, təşəkkür edirəm. Sənin də əməyin var, sən axtarıramda. Xatırlayırsan Gürcüstanda biz nələr... Bu fırtınanı siz yarattınız. Allah'ın o gününə min şükür ki, hər birimiz hardasa sizin bu möhtəşəm imzanızın arxasında ən azı istəyimizlə olmuşuq. Var olun.